çıxır. Sən demə, İran müharibə gedən günlərdə Azərbaycana mane olmaq üçün dəfələrlə cəhdlər edib. Təsəvvür edin, İran əskərləri gizli yolla Azərbaycana daxil olur və ordumuzun keçəcəyi yolda tələ qururlar. Nə haqla? Buna kim icazə verir? Bir Bax kanalındasınız dəyərli izləyicilər. Bu videonu maksimum şəkildə bəyənin ki, YouTube'da daha çox insanın qarşısına çıxsın və İranın bu hərəkətini hər kəs görsün. İranın 2-ci Qarabağ müharibəsi zamanı etdiyi təxribatlar indi üzə çıxır. Kaliber YouTube layihəsinin hazırladığı sujetdə müəyyənləşib ki, İran ordusu Vətən müharibəsi zamanı Azərbaycanın suveren ərazilərinə daxil olubmuş. Bunun necə baş verdiyinə gəlincə, Azərbaycan ordusu Zəngilanı işğaldan azad etməyə doğru hərəkət edən vaxt, bu istiqamətdə İran hərbi bölmələri ilə qarşılaşıb. Müəyyən olunub ki, cənub qonşumuz Azərbaycanın ərazi bütövlüyünə məhəl qoymadan ölkəmizin suveren ərazisinə kobud şəkildə daxil olub. Məlumata görə kiçik çaplı silahlarla özlərini qoruyan və bir neçə pikap sürən İran hərbiçiləri əvvəlcədən Azərbaycan hərbiçilərinin yoluna beton sədlər qoyaraq onların qarşısını kəsiblər. İranlılar belə izah ediblər ki, güya onlar beton səddi qoruyurlar. Maraqlı olan məqam isə bütün bunların Azərbaycan torpağında baş verməsidir. Bu zaman Azərbaycan və İran komandirləri arasında danışıqlar nəticəsiz qalıb və vəziyyət qızışıb. Bu səbəbdən ordumuzun Zəngilan istiqamətində irəliləməsi bir neçə gün gecikib. Hərbçilərimiz isə İran qüvvələri ilə toqquşmamaq üçün 14 kilometr geri, Soltanlı kəndindən geri qayıdıblar və daha 20 kilometr əlavə məsafəni qət etdikdən sonra təyin olunan məntəqəyə çatıblar. Aparılan gərgin danışıqlardan sonra isə İran hərbiçiləri Azərbaycan ərazisini tərk ediblər. Qarabağ müharibəsi bitib və bir ildən artıq vaxt keçməsinə baxmayaraq, bu təxribatlar indi üzə çıxır. Maraqlıdır dəyərli izləyicilər, sizin fikirləriniz nədir? Videonun aşağısında şərh bölməsində fikirlərinizi gözləyirik. Bugünlük isə bizdən bu qədər. Bu kimi video